Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Rasulina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Esselamu aleykum ve rahmetullahi ve barakatuhu. Bugünkü dərsimiz Allah Subhanahu taalanın rü'yəti barəsində olacaq. Yəni, qiyamət günü Allah Subhanahu taalanın görülməsi barəsində. Və bu məsələ bidət əhli arasında ilk dəfə Mu'təzilənin, Cəhmilərin və sonra da onlara tabi olan Xavaricilərin və Rafizlərin inkar etdiyi etiqadi məsələlərdəndir. Və demək olar ki, Allah Subhanahu taalanın əsma və sifətləri məsələsində bidət əhlinin ən çox üzərlərində durduğu məsələ budur. Allahın qiyamət günü görülməsi. Yəni, bidət əhli üçün ən böyük küfür Allah Subhanahu taalanın görülməsinə etiqad etməkdir. Ən böyük küfür. Yəni, bidət əhlinə görə Allah Subhanahu taalanın əlinin, üzünün olduğuna etiqad eləməkdən və ya Allahın uluf sifətinə etiqad eləməkdən betəri onlara görə Allahın görülməsini isbat etməkdir. Və bunlara görə ən böyük küfürdür. Ən böyük. Yəni, bundan böyük onlar küfür görmürlər. Hətta bunu bidət əhli Allah Subhanahu taalanın yeməsinin, içməsinin, yatmasının, yorulmasının caiz olmasına bərabər tuturlar. Hətta bu səviyyədə. Yəni, deyirlər ki, əgər əhl-i-sünnə vəl-cəma Allah Subhanahu taalanın görülməsinə etiqad edirsə, bu, onun mislindədir ki, deməli, onlar həmçinin Allahın yeməsini, içməsini, yatmasını da caiz bilirlər. Yəni, buna bənzədirlər. Onlar üçün bu ən böyük küfürdür. Hansı ki, bu məsələ Quran və sünnə ilə isbat olunmuş məsələdir. Həmçinin ağınla. Və sünnədən bunun dəlili çoxdur. Və demək olar ki, 30-a yaxın sahabə, hansı ki, onların içərisində İbn Abbas, İbn Məsud, Abu Bakır, Ali, Abu Zər, Ənəs ibn Məlik və qeyri sahabələr var. 30-a yaxın sahabə. Yəni, hədis mütəvatirdir. Ona görə maturidilərlə əşarilər Allah Subhanahu taalanın rü'yətini inkarləməyiblər. Bu da çox qəribə haldır. Yəni, maturidilər, əşarilər, hansı ki, bugün fiqhdə, əməldə hənəfi olanlar etiqadda maturididir. Bugün fiqhdə Maliki olanların, Şafi olanların əksəriyyəti etiqadda əşaridir və kullabi. Onlar Allah Subhanahu taalanın əl sifətini, üz sifətini, məsələn, Allahın uluf sifətini inkar edirlər. Amma çox qəribədir, Allahın rü'yətini qəbul edirlər. Çox qəribə şeydir. Yəni, əslində bu ziddiyyətdir. Amma rafisilər, həmçinin Mu'təzilə, Cəhmilər və demək olar ki, maturidilərlə əşarilərdən savayı başqa bidət əhli bu məsələ inkarlayıb. Yəni, Allahın rü'yəti məsələsində sələfin mövqeyinə ən yaxın olan maturidilərdir. Və demək olar ki, sələf necə deyib, elə deyiblər. Və biraz da əşarilər. Düzdür, əşarilər biraz fərqli deyiblər, amma rü'yəti isbat eləyiblər. Allahın görülməsini isbat eləyiblər. Və başqa bidət əhli isə bunu inkarlayıb. Və buna ən böyük küfür sayıblar. Həmçinin buna Quran-ı Kərimdən də kifayət qədər dəlillər var. Və o dəlillərdən birincisi və ən əsası Qiyamə surası 22-ci və 23-cü ayələrdir. Hansı ki, Allah Subhanahu taala buyurur: "Vucuhu yawma izin nazirah ila rabbiha nazirah." Və bu ayədə, yəni iki ayədə vucuhun yawma izin nazirah ila rabbiha nazirah. Nazirah. Bu iki ayədə 6 dənə kəlmə var. Və sən təsəvvürlə 6 kəlmənin hər birisi ayrı-ayrılıqda Allahın rü'yətinin dəlilidir. Məsələn, bir dənə ayə təsəvvürlə, bir ayəni sən filan bir məsələyə görə dəlil gətirirsən. Hansı ki, ayədə 30 dənə kəlmə var.
sən ümumi olaraq ayəni filan məsələyə dəlil gətirirsən. Bu ayə isə, bu iki ayə, ümumi olaraq Allahın rü'yətinə dəlil olsa da, bu ayədə olan 6 kəlmə ki var, ayrı-ayrılıqda hər biri Allahın rü'yətinin dəlilidir. Hər biri. Və belə demək olar. Bu ayə 6 yöndən Allahın rü'yətinin dəlilidir. Və ayənin mənası belədir. Vucuhu yevmə izin nazirah. O gün, yəni məhz o gün, qiyamət günü, üzlər parlaq olacaq, nazirah, yəni nurlanmaq, parlanmaq, yəni parlamaq deməkdir. İlə rabbihə nazirah. Və öz Rəblərinə baxacaqlar. Deməli, bu ayədə birinci dəlil, yəni ümumi ayədən əlavə, vücuhun kəlməsi. Çünki bidət əhli bu ayəni belə təvilləyib ki, bu ayədən məqsəd odur ki, qiyamət günü Allah Subhanahu taalanı qəlb gözü ilə görəcəklər. Yəni, belə təvilləyiblər. Deyiblər ki, bu qəlb gözü ilə Allah Subhanahu taalanı görməyin dəlilidir. Baş gözü ilə yox. Və ayədə olan birinci kəlmə, yəni vücuhun kəlməsi, bunu inkar edən birinci kəlmədir. Çünki Allah Subhanahu taala fikir versəz demədi ki, qulubun. Quranda nə qədər ayələr var, orada məhz gəlir ki, qulubun, qəlblər. Çünki gözün məhəlli haradır? Gözün yeri. Baş. Yəni sifət, üz. Və Allah Subhanahu taala da ondan bəhs edir. Vücuhun. Yəni demədi ki, qulubun. Bu birinci dəlildir. Həmçinin ikinci dəlil, çünki insanlar görəndə baş gözü ilə görəcəklər. Yəni görməyin yeri üzdür. Və Allah Subhanahu taala məhz üzdən danışır. Həmçin ayədə olan ikinci kəlmə yevmə izin, yəni vücuhun yevmə izin. Yevmə izin, yəni o gün. Bidət əhlinin zənni ilə götürsək, əgər buradakı görmək, qəlb gözü ilə görməkdirsə, onda bu axirətə xas deyil. Çünki qəlb gözü ilə görmək bu dünyaya da aiddir. Aydındır. Hətta məsələn, Nəhcül Bələğədə Əlidən soruşurlar ki, sən ibadət etdiyin Rəbbini görürsən, deyir ki, mən görmədiyimə ibadət etmərəm. Qəsd nə idi? Yəni, qəlb gözü ilə görmək. Aydındır. Ona görə bu məsələdə bidət əhli əhlüsünnənə ittifaqdadır. Və bütün ümmət bu məsələdə icma eləyib ki, qəlb gözü ilə görmək axirətə xas deyil. Amma Allah Subhanahu taala axirətdən danışır. Yevmə izin, xaslaşdırıb, o gün. Deməli, bu görmək, bu rü'yət o günə xasdır. Deməli, bu ayrı bir şeydir. Bu da baş gözü ilə görülməyin ikinci dəlilidir. Həmçinin ayədə olan üçüncü kəlmə nadirah. Yəni, nurlanacaq, parıldayacaq. Nələr? Üzlər. Bu elə bir feildir ki, ərəb dilində qəlb üçün işlənmir. Üz üçün işlənir. Məsələn, ərəblər deyir ki, vəchun nadir. Parlaq üz. Heç vaxt ərəb deməz ki, qalbun nadir. Yəni, bu nadara feili məhz vəcih üçün, üz üçün işlənən bir kəlmədir. Bu feil üzə aid bir feildir. Aydındır? Yəni, bu önəmli xüsusdur. Həmçinin ayədə olan ilə, yəni vücuhun yevmə izin nazirah, ilə rabbihə nazirah. İlə istiqaməyə deyilir. Məsələn, mən deyirəm ki, əzhəbu iləl beyt, yəni evə gedirəm, evə doğru. Yəni, ilə istiqamədir. Və sən bunu bil ki, qəlb gözü ilə görmək üçün istiqamətə ehtiyac yoxdur. Bu, ən ağılsız şeydir, kim bunu desə. Yəni, məsələn, bir insan deyir ki, mən Rəbbimi qəlb gözü ilə görürəm. Qəlb gözü ilə, yəni qəlb üçün istiqaməyə ehtiyac var? Əsla. İstiqamə yalnız baş gözü ilə görmək üçün deyilər.
Bu dördüncü dəlil. Və beşinci kəlmə Rabbihə. Bu da açıq aydındır. Buna ehtiyac yoxdur. İlə Rabbihə. Yəni öz Rəblərinə. Öz Rəblərinə demədi ki, Allah Subhanahu taalanın nemətlərinə baxacaqlar. Dedi ki, ilə Rabbihə. İlə Rabbihə nə? Nazirah. Bu da 6-cı kəlmədir. Nazirah. Yəni nazara feili, baxmaq. Və ərəb dilində nazara feili başqa feillər kimi cürbəcür mənaları var. Məsələn, mənalarından biri gözləmək. Bizdə deyirləri intizar. Filan kəsin intizarını çəkir. İntizar, nazar. Həmin feildəndir. Necə ki Allah Subhanahu taala Hadid surəsi 13-cü ayədə deyir: "Unzuruna" fikir ver. "Unzuruna naqtabis min nurikum." Bizi gözləyin. Deməli, unzuruna nə mənanı verdi? Gözləmək. Unzuruna bizi gözləyin. Naqtabis min nurikum. Sizin nurunuzdan götürək. O vaxt ki möminlərin nurunu görəcəklər, dəstəmaz əzalarında olan nuru. Və deyəcəklər ki, bizi gözləyin, sizin nurunuzdan biraz pay alaq. Deməli, nəzara feili hərfi cərsiz, hərfi cər olmadan, yəni ön qoşma olmadan, birbaşa gələndə bu mənanı verir. Necə ki ayədə, "Unzuruna" bizi gözləyin, "Naqtabis min nurikum." Hərfi cərsiz bu mənanı verdi. Həmçinin mənalarından biri fikirləşmək, təfəkkürləmək. O da nə vaxt olur? Əgər nazara feili fi hərfi cəri ilə gəlsə. Necə ki Allah Subhanahu taala A'raf surəsi 185-ci ayədə deyir: "Əvələm yanzuru fi mələkutis semavati vəl-ard." Onlar göylərin və yerin hökmranlığı barədə fikirləşmirlərmi? Əvələm yanzuru fi. Amma ərəb dilində bir qaydadır. Nazara feili ilə hərfi cəri ilə gələndə və bu baş gözü ilə görməyə deyilir. Başqa bir ehtimal yoxdur. Kim başqa bir ehtimal gətirsə, özündən ərəb dili icad edib. Nazara feili ilə hərfi cəri ilə gələndə, yəni istiqamə bildirən hərfi cəri ilə gələndə, birbaşa bu baş gözü ilə görməyə deyilir. İkinci bir məna yoxdur və ehtimal da yoxdur. Necə ki, məsələn, Allah Subhanahu taala deyir, Ən'am surəsi 99-cu ayədə: "Unzuru ilə səmərihi əsmərə." Meyvələrə, onlar meyvə verən zaman baxın. Artıq burada nazara feili ilə hərfi cəri ilə gəldiyi, baş gözü ilə görməyə deyilir. Və məsələn, Allah Subhanahu taalanın A'raf surəsi 143-cü ayədə Musa aleyhissalama əmr etməsi ki, "Unzur iləl cəbəl." Mənası nədir? Dağa bax. Niyə? Çünki nazara feili ilənə gəldi. Unzur, bax, hara? İləl cəbəl, dağa. Yəni, bu bir qaydadır. İndi baxaq, Qiyamə surəsində necə gəlir? İlə Rabbihə nazirah. Öz Rəblərinə baxarlar. Qutardı. Ayə qəti, ayədir və sarih ayədir. Sarih. Yəni, açıq aydın. Çünki bidət əhli deyir ki, filan ayə mütəşabihdir. Məsələn, Allah Subhanahu taalanın ad və sifətləri ilə əlaqəli ayələrdə deyirlər mütəşabihdir. Heç əslən mütəşabih ayələrlə əlaqəsi yoxdur bunun. Heç özləri bilmirlər mütəşabih nə olan şeydir. La fərz edək ki, belədir. Fərz eləyirik. Yaxşı, bu ayə nə deyirsən? Sarih ayədir, açıq aydın. Yəni, nə təvilə ehtiyacı var? Adi uşağın qabağına bu ayəni qoysan və desən ki, oxu, bu ayədən nə başa düşdün, onu mənə. Çünki muhkəm ayə nə deməkdir? Qul huvallahu əhəd. Deyək ki, o Allah təkdir. Mütəşabihdir. Niyə? Hə. Yəni, sən deyəcəksən ki, qul huvallahu əhəd. Deyək ki, o Allah təkdir. Yox, qoy gedim bunun təfsirinə baxım. İnsan belə şey deyər. Muhkəm ayədir. Vucuhu yevmə izin nazira ilə rabbihə nazira. O gün üzlər, söhbət möminlərdən gedir. Sevinclərindən parlayacaq və öz Rəblərinə baxacaqlar. Öz Rəblərini görəcəklər. Qutardı.
Açıq aydın ayədir. Və ayədə olan 6 kəlmə ayrı-ayrılıqda Allahın rü'yətinin dəllidir. Bu əhl-i sünnənin Qur'andan birinci dəllidir Allahın rü'yətinə. Həmçinin ikinci dəlil Yunus surəsi 26-cı ayədir. Allah subhanət hala buyurur, Lillezine ahsanul husna və ziyadə. Yaxşılıq edənlərə əl-husna nədir? Yəni cənnət. Əl-husna cənnətin adlarından biridir. Quranda çox yerdə var. Əl-Hədid surəsində, başqa ayələrdə də var, başqa surələrdə. Həmçinin Yunus surəsi 26-cı ayədə də belə gəlir. Lillezine ahsanu, yaxşılıq edənlər üçün nə var? Əl-husna, yəni ən gözəl, burada nəzərdə tutulur cənnət, yəni bu icmadır, cənnətin adlarındandır, və ziyadə, və bir də artığı. Bütün cənnət var, bəs artıq nədir? Müslimdə gələn hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm bu ayəni oxuyur, deyir ki, lillezine ahsanul husna və ziyadə, və sonra Allah Rasul deyir ki, cənnətliklər və cəhənnəmliklər ayrılacaq və sonra cənnət əhlinə belə səsləniləcək. Səsləniləcək ki, Allahın sizə bir sözü var, bir vədi, hansı ki, onu yerinə yetirmək istəyir. Və cənnət əhli deyər ki, ya Rəbb, sən bizim üzümüzü ağ etmədinmi? Bizim tərəzilərimizi ağır basmadınmı? Və bizi cənnətinə salmadınmı? Və Allah subhanət halanın da vədi onlar üzərində öz rü'yəti olar. Və hicab açılar və onlar Allah subhanət halaya baxarlar və bu baxmadan daha ləzzətli bir neymət onlar üçün olmaz. Və bu İmam Müslimin rəvat etdiyi hədisdir, 181-ci hədisdir. Baxma ki, bu hədis, yəni bu ayə, yəni hədis ilə qüvvədədir, yəni şərhini tapıb, hər bir halda məntiqi cəhətdən də bunu ispat eləmək olur. Çünki biz bidət əhlinə sual verə bilərik ki, əgər möminlər üçün cənnət varsa, bəs ziyadə nədir? Bir dənə bidət əhlinə bu sualı ver. Hələm axtarıb tapa bilməyiblər ki, ayədəki ziyadə nədir? Çünki bu tək bu ayədə gəlmir. Quranda və sünnədə bu xüsusən qeyd edilib. Məsələn, Qaf surəsi 35-ci ayə. Allah subhanət hala deyir, Ləhum mə yəşəunə fiyhə və lədəynə məzid. Orada olanlara istədikləri hər şey var. Ləhum mə yəşəunə fiyhə. Orada onlara mə yəşəunə, yəni istədikləri hər şey var. Yəni qutardı da, və lədəynə məzid. Yanımızda da artığı var. Artıq bir şey. Yenə də məzid. Yəni artıq bir şeydən danışır. Necə ki, İmam Tabari təfsirində gətirir Ənəs ibn Məlikdən və Ali ibn Əbi Talibdən, radiyallahu anhumədən ki, bu ayədə olan məzid, yəni artıq olan Allah subhanət halanın vəkinə baxmaqdır. Həmçinin dəlillərdən biri Əl-Mudaffifin surəsi 15-ci ayə. Allah subhanət hala buyurur, Kəllə innəhum ən-rabbihim yevmə izillə məhcubun. O gün onlar, söhbət gedir kafirlərdən, Rəblərindən pərdələnəcəklər. Kafirlər Rəblərindən pərdələnəcəklər. O da söhbət gedir yevmə izin, o gün. Və bu ayəni İmam Malik ilk dəfə, mən bildiyim qədərincə ilk dəfə bunu gətirən İmam Malik olur, dəlil kimi. Amma belə məhşur budur ki, bu ayədən ən çox dəlil gətirən Allahın rü'yətinə dair İmam Şafi olur. Hətta İmam Şafi deyərdi ki, əgər qəzəb halında Allahın düşmənləri ondan pərdələnəcəksə, bunun əks dəlili nədir? Allahın rızası halında da möminlər onu görəcək. Həmçinin dəlillərdən biri, yenə də Qurandan olan dəlildir. A'raf surəsi 143-cü ayə.
Hansı ki, bidət əhli bu ayəni rü'yətin əksinə dəlil gətirirlər. Ayədə Allah Subhanahu taala deyir ki, o zaman ki Musa bizim təyin etdiyimiz yerə gəldi və Rəbbi onunla danışdı. Və Musa dedi ki, Rabbi ərini, yəni Rəbbim mənə görsən, özünü mənə göstər, ənuzur ileykə, sənə baxım, açıq aydın, ənuzur ileykə, ilənə, sənə baxım. Allah Subhanahu taala deyir ki, qalə lən tərani. Allah Subhanahu taala dedi ki, sən məni görə bilməzsən və ya görməyəcəksən. Lakin dağa bax, əgər dağ yerində dursa, sən məni görəcəksən. Və o zaman ki, Rəbbi dağa təcəlli etdi, yəni dağa göründü, dağ paramparça oldu. Bu ayə, yəni Əraf surası 143-cü ayə, Əhl-i-Sünnə vəl-Cəmanın dəlillərindəndir. Allah Subhanahu taala rü'yətinə dair. Baxma ki, bu ayəni bidət əhli bizə qarşı dəlil gətirirlər. Xüsusən o ayədə olan lən tərani, yəni sən məni görə bilməzsən. Və deyirlər ki, bu ayədə gələn lən əbədi nəfyin dəllidir. Məsələn, deyəndə ki, mə zəhəbtu, ta ki, getmədi, mə keçmiş zamanın inkarıdır. Lə əzhəbu, lə indiki zaman inkardır, lən isə gələcəyin. Lən əzhəbə. Bunlar deyiblər ki, lən tərani, lən gəlib deyənə, bu o deməkdir ki, gələcəyi nəfi edir. Yəni, ümumən, Allah Subhanahu taalanı görmək qeyri-mümkündür. Hətta qiyamət günü. Və bu ayədə olan ləni dəlil gətiriblər. Amma mən sizə deyim ki, bu ayə Qiyamət surası 22-23-cü ayədən sonra ən güclü dəlildir. Allahın rü'yətinə dair ən güclü dəlil. Hətta bəzi alimlər ondan da güclü görürlər. Yəni təsəvvürlə sələfdən bəzi alimlər bu ayəni Qiyamət surasındakı olan ayədən daha güclü görürlər. Allahın rü'yətinin isbatı üçün. Və bu da 6 yöndən dəlildir. Və ya 7 yöndən. Və ya daha çox. Bu ayədə olan birinci dəlil Musanın Rəbbindən bunu istəməsidir. Biz bilirik ki, Peyğəmbərlər öz zamanlarında Allah Subhanahu taalanın zatı ilə, ad və sifətləri ilə, feilləri ilə bütün məxluqatdan ən yaxşı tanıyanlar idi. Və demək olar ki, Peyğəmbərlərin, necə ki İbn-i Qeym Rəhməllah deyir, zaten Quran və sünnəyə baxanda da bu məlumdur. Dəvətlərinin əsası 3-dür. 1. Onlar Allahı, insanları tanıdıblar, Allahın adlarını və sifətlərini. 2. Onlara şəriətin əhkamlarını öyrədiblər. 3. Axirət əhkamlarından danışırlar. Məsələn, cənnət, cəhənnəm əhvalları. Və necə Quran da bu 3 şeydən ibarətdir. 1. Allahın ad və sifətləri, rububiyyə olsun, uluhiyyə olsun, əsma və sifətlər. 2. Şəri əhkamlar. 3. Axirət məsələləri. Və sünnə də belədir. Ümumiyyətlə, din bundan ibarətdir. Deməli, Peyğəmbərlərin ən əsas vəzifələrindən biri Allahı insanları tanıtmaqdır. Və bidət əhlinə görə, yəni də qeyd edilən, bunu xüsusən bunu yəni yadda saxlayın. Bidət əhlinə görə Allahın rü'yətini tələb eləməyi qoy kənara. İnanmaq ki, Allah görüləcək, bunu da qoy kənara. Bunu ağla gətirmək onlara görə küfürdür. Və cahillikdir. Və Allahı tanımamaqdır. Yəni, məsələn, onlara desən ki, mən Allaha dua edirəm. Ya Rab, qiyamət günü özünü mənə göstər. Səni görmək istəyərəm. Yəni, vəçhinə baxmaq şərəfindən məni məhrum etmə. Onlar sənə deyər ki, sən insanların ən cahilisən və ən kafiri. Ki, belə şey Allahdan təmənnə edirsən. Nə üçün? Çünki bidət əhlinə görə
Allahdan tələb etmək ki, özünü mənə göstər, anzuru ileykə, sənə baxım, necə Musa dedi. Bunu tələb etmək, bunları tələb etməklə eyni səviyyədədir. Demək ki, ya Rəbb, Allahdan istəmək ki, o yatsın. Allahdan istəmək ki, o yesin, içsin, dincəlsin. Bidət əhlinə görə bunun tələbi, bunların tələbi ilə eynidir. Hətta bidət əhlinə görə Allahın görülməsini tələb etmək, bunlardan da betər bir şeydir. Və küfürdür. Bidət əhlinə görə küfürdür. Və bidət əhlinə görə küfür olan bir şeyi Musa Rəbbindən istədi. Bu ən böyük dəlildir. Çünki bidət əhli bu məsələni Allah üçün mümkün olmayan, caiz olmayan, yatmaq, içmək, yemək, yorulmaq və s. mülkləmək və s. məsələlərlə eyni tutublar. Necə ki, buna etiqad eləmək küfürdür, buna da etiqad etmək küfürdür. Hətta buna etiqad etmək, bunlara etiqad etməkdən daha betərdir. Onlara görə küfr olan bir şey Musa Rəbbindən istədi. Və sual verilir ki, necə oldu ki Musa, çünki bunlara görə Allahın rü'yəti caiz deyil və qeyri-mümkündür. Və necə ola bilər ki, insanlar içərisində öz zamanında hər kəsdən Rəbbini ən yaxşı tanıyan Musa, Rəbbindən qeyri-mümkün bir şey tələb elədi. Qeyri-mümkün. Yəni Allahın zatı üçün bu qeyri-mümkündür. Və Musa istədi. O da deyir ki, anzur ileykə. Özünü mənə göstər, sənə baxım. Allahu akbar. Bidət əhlinə görə bu ən cahilcəsinə və ən küfür sözdür. Bu birinci dəlildir. Yəni Musanın Rəbbindən bunu tələb eləməsi ən birinci dəlildir. Və ayədə olan ikinci dəlil nədir? Allah Subhanahu Taala'nın bu istəyə görə Musanı qınamaması. Məsələn, İbrahim əleyhissalam öz atası üçün bağışlanma diləyəndə və Nuh əleyhissalam öz oğlu üçün. Allah Subhanahu Taala nə dedi? Qınadı. Yəni o an peyğəmbərlərin istəklərində olan səhvi düzəltdi. Çünki peyğəmbərlər Allah Subhanahu Taala'nın nəzarəti altındadılar. Ona görə məsumdular. Çünki məsum demək, o demək deyil ki, yəni xətasız. Bəziləri elə başa düşüblər ki, məsum o deməkdir ki, qüsursuz. Xeyr. Qüsursuz olan yalnız Allahdır. Bir şəxs bəşərdirsə artıq qüsur var onda. Subhan, Subhanallah, Subhan Rabbiyəl A'la, Subhan Rabbiyəl Azim nə deməkdir? Bütün qüsurlardan münəzzəh olan. Bütün qüsurlardan münəzzəh olan Allahdır. Və bu dəlildir ki, məsumluq bütün qüsurlardan münəzzəh olmaq demək deyil. Məsumluq nədir? Məsum xəta eləyə bilər. Amma xətası Allah Subhanahu taala tərəfindən düzəlir. Ona görə biz deyirik ki, peyğəmbərlər məsumdur, yəni xətasızdır risalətlərində, yəni öz təbliğlərində, bəşər olaraq yox. Bəşər olaraq xəta edə bilərlər. Aydındır? Bəşər olaraq xəta edə bilərlər. Rasullar məsumdur risalətlərində. Hətta mən deyim ki sizə, hətta etiqad etmək ki, peyğəmbərlər məsumdur, hətta bəşər olaraq, bu hətta bütpərəstliyə aparıb çıxarır. Müşriklər Allahdan nəyi tələb edirdilər? Onlar deyirdilər ki, necə oldu ki, peyğəmbər bizim kimi bir insandır, yəni bizim kimi bir insan da yox, yəni bizim kimi bazarlarda kəsir. Düzdürmü? Amma müşriklər bilirdilər ki, peyğəmbərlər insanların içindən çıxır. Və onlar deyirdilər ki, peyğəmbər gərək mələk olsun. Onlar nəzərdə tutmurdular ki, həqiqi mələk. Yəni ki, mələk kimi qüsursuz. Heç bir xəta etməyən. Çünki müşriklərə görə məsumluq anlayışı bu idi. Bu isə bir məxluqu ilahlaşdırmaqdır. Ona görə peyğəmbərlər xəta edə bilərlər. Bəşər olaraq. Əgər Musa əleyhissalamın bu istəyi xəta idisə, Allah Subhanahu taala bu xətanı ona bəyan edərdi.
Amma belə şey yoxdur. Quranda belə şey görə bilməzsən. Bu ikinci dəlildir. Dəlildir ki, deməli Musanın əleyhissalamın istəyi xəta deyildi. Haqq istəyidi. Yəni Allah Subhanahu taalanın zatı barəsində rü'yət, görülmə caizdir. Üçüncü dəlil Allah Subhanahu taalanın bu sözü. Lən tərani. Yəni məni görə bilməzsən. Allah Subhanahu taala demədi ki, mən görülən varlıq deyiləm. Və ya görülmə, rü'yət mənim üçün caiz deyil. Bu iki kəlmə arasında fərq var. Necə ki İbn Əbil-İz rahmetullah aleyh Tavin şərhində bir misal gətirir. Deyir ki, məsələn mən əlimdə, arxamda bir dənə alma tutsam, alma, hansı ki alma yilir və qabağımda olan onun nə olduğunu bilməsə və mənə desə ki, onu mənə ver, yeyim. Həqiqətdə o nədir? Yiyilə biləcək bir şeydir. Sən onu ona vermək istəməsən, nə deyərsən? Deyərsən ki, sən bunu yiyə bilməzsən və ya bunu sənə vermərəm. Belə. Düzdürmü? Deyə bilməzsən ki, bu yiyiləcək bir şey deyil. Çünki yiyiləcək bir şeydir. Fəqət deyərsən ki, sən bunu yiyə bilməzsən. Sənlik deyil. Amma indi bunun əksini götürək. Yiyilə bilinməyəcək bir şey tutsam əlimdə, məsələn daş. Biri mənə desə ki, ver onu yiyeyim, ona verilən doğru cavab nədir? Bu yiyilən bir şey deyil. Çünki iki cavab arasında fərq var. Allah Subhanahu taala demədi ki, mən görülən varlıq deyiləm. Allah Subhanahu taala dedi ki, sən məni görə bilməzsən. Bu özü Allahın görülməsinin ən açıq dəlilidir. Ən açıq. Deyir ki, lən tərani, sən görə bilməzsən məni. Bu özü dəlildir ki, Allah görülən varlıqdır. Bu üçüncü dəlildir. Dördüncü dəlil lap dəhşətdir. Allah Subhanahu taala deyir, lən tərani, sən məni görə bilməzsən, açıq aydın dəlildir ki, Allah görülən varlıqdır. Və lakin, amma, deməli, məsələnin amması var. Məsələnin amması var. Yəni, Musa niyə görə bilməz? Unzur iləl cəbəl, dağa bax. Əgər dağ yerində dura bilsə, sən məni görəcəksən. Sən məni görəcəksən. Fəsəvfə təranə, sən məni görəcəksən. Deməli, Allah görülən varlıqdır. Deməli, Allah Subhanahu taala görülməsini nəyə bağladı? Dağın yerdə dura bilməsinə. Bu, bidət əhlinin belini qırıb bu ayə. Çünki bidət əhlinə görə Allah Subhanahu taalanın görülməsi, Allah Subhanahu taalanın yeməsi, içməsi, yorulması, yatması kimi eyni şeydir. Məgər Allah Subhanahu taala belə deyə bilərdi? Bidət əhlinin zənnincə. Əgər dağ yerində dura bilsə, mən yatacam. Dağ yerində dura bilsə, mən dincələcəm, mürgüləyəcəm. Mümkündür bu şey? Əsla. Sizin üçün mümkün olmayan bir şey Allah Subhanahu taala mümkün edir ayədə. Deyir ki, dağ yerində dura bilsə, sən məni görəcəksən. Bu dəlil ki, Allah görülən varlıqdır. Və Allah Subhanahu taala görülməsini nəyə bağladı? Dağın yerdə dura bilməsinə. Allah Subhanahu taala qüdrəti ilə dağı yerində saxlaya bilərdi, bilməzdi? Bilərdi. Çünki Allah özünün rü'yətini mümkün olan bir şeyə bağladı. Məsələn, Quranda ayə var ki, kafirlər cəhənnəmdən çıxacaq. Çıxacaq, əgər dəvə iynə deşiyindən keçsə, hay çıxdı. Çünki Allah Subhanahu taala kafirlərin cəhənnəmdən çıxmasını nəyə bağladı? Qeyri-mümkün bir şeyə. Misala bax, hətta misalda istihza var. Allah Subhanahu taala öz rü'yətini mümkün bir şeyə bağladı. Dedi ki, dağ yerində dursa məni görəcəksən. Dəlil ki, Allah görülən varlıqdır. Və bu Allahın rü'yəti, yəni Allahın görülməsi zatı üçün qeyri-mümkün bir şey olsaydı, Allah belə bir şərt qoşmazdı. Bu da ayədə olan dördüncü dəlildir. Həmçinin ayədə olan beşinci dəlil. فَلَمَّا تَجَلَّى رَبُّهُ لِلْجَبَلِ O zaman ki, Rəbbi dağa təcəlli etdi. Təcəlli nədir? Yəni,
Rəbbi dağa göründü. Təcəllə görünməkdir. Allah Subhanahu taala dağa görünür. Və dağ paramparça olur. Bəs deyirsiniz Allah görülən varlıq deyil. Allah Subhanahu taala deyir ki, Rəbbi dağa təcəlli etdi. Etdiyi vaxt fələmmə zamanla gətirir. Yəni Rəbbi dağa görünən vaxt. Bu da ayədə olan 5-ci dəlil. Allah Subhanahu taala görülən varlıqdır. Və dağa göründü. Və sual verilir. Necə ola bilər ki, Allah Subhanahu taala cansız bir dağa bu dünyada göründü, axirətdə isə mömin qullarına görünməz. Və Allah Subhanahu taalanın dağa görünməsi dəlildir ki, Allah görünür. Yəni, bu Allahın zatı üçün qeyri-mümkün bir şey deyil. Bu da ayədə olan 5-ci dəlil. Bəzilər deyir ki, təbii ki, bu ayədən xəbər olmayan və ya bu ayəni məna ilə götürürlər, ayənin ərəbcəsindən xəbər olmayan. Elə bilirlər ki, Allahın nuru dağa təcəlli eləyib və s. Belə təvil eləyənlər var. Burada elə bir şey yoxdur. Ayədə deyir ki, Rəbbi dağa təcəlli etdi. Etdiyi vaxt dağ paramparça oldu. Təcəllə də yəni Allahın dağı görünməsidir. Bu da 5-ci dəlildir. Və dağ nə oldu? Paramparça oldu. Və Allah Subhanahu taala göstərdi ki, Musaya, bu dünyada məxluq üçün qeyri-mümkündür Allahı görmək. Hətta dağ Allahın bu dünyada rü'yətinə dözə bilmədi. Hətta dağ. Ona görə hədisdə gəlir ki, وَجَاءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا Sənin Rəbbin gələndə mələklər səf-səf düzüləcək. Allah Subhanahu taala gələndə hər kəsin ürəyi gedəcək. Hər kəsin. Hətta o gün. Və ilk oyanan Muhammed sallallahu aleyhi və səlləm olacaq. Və deyir ki, görəcəm ki, Musa aleyhissalam yapışıb ərşin dirəklərindən. Təbii ki, bidət əhlinə görə ərş də bir varlıq deyil. Onlara görə ərş belə məcazi bir şeydir. Olmayan bir şey, olmayan bir şeyin dirəkləri var imiş. Və Musa aleyhissalam da olmayan bir şeyin olmayan dirəklərindən yapışıb. Və ümumiyyətlə bidət əhli Quran və sünnə ilə istihza eləyirlər. Bidət əhli Quran və sünnənin ləfsləri ilə istihza edən tayfadır. Quran və sünnənin ləfsləri ilə istihza eləyirlər. Onlara görə Quran və sünnə həqiqi olmayan, özündə istihza daşıyan ləfslərlə doludur. Onlara görə. Və onlara görə bu ləfslərin isbatı zəlalətdir. Yəni, Quran və sünnənin isbatı. Və Quran və sünnə insanları zəlalətə aparır bu yöndən. Yəni, deyib ki, kim isbat eləsə ki, Allah görüləcək, çünki Quran deyir, o zəlalətə düşəcək. Allah Subhanahu taala deyir ki, "Mə mən'aka an tascuda limə xalaqtu biyədey." Ey iblis, iki əlimlə yaratdığıma nə üçün səcdə etmədin? Kim bu ayəni oxuyub, etiqad etsə buna o kafirdir. Yəni, Quran insanları küfrə aparır. Quran və sünnə ləfsləri ilə istihza eləyirlər. Və hədisdə gəlir ki, Allah Rasulü deyir, mən bilmirəm, o məndən qabaq oyanacaq, yoxsa ümumiyyətlə Musanın ürəyi gedməyəcək. Və Peyğəmbər sallallahu aleyhi ve sellem ehtimal qoyur ki, ola bilsin, bu dünyada ki, Musa aleyhissalamın ürəyi gedmişdi, dağ paramparça olanda, onun əvəzinə kəffarə olaraq, qiyamət günü Allah gələndə ürəyi gedməyəcək. Həmçinin dəlillərdən biri bu ayədə, ayə başlayanda necə başlayır? Musa təyin etdiyimiz yerə gəldi və Rəbbi onunla danışdı. Bu ayə də Allahın rü'yətinin dəlilidir. Əgər öz məxluqu ilə, qulu ilə vasitəsiz danışa bilirsə, bu mümkündürsə, onun zatı barəsində, deməli, görülməsi də mümkündür. Ona görə bidət əhli Allahın kəlam sifətini inkar etmədikcə rü'yətini inkar edə bilmirlər. Və bunu yadda saxla. Ona görə onlar iki dənə inkarı bir arada zikr edirlər. Onlar Allahın kəlam sifətini inkar etmədikcə rü'yəti inkar edə bilmirlər. Ona görə birinci Allahın kəlam sifətini inkar edirlər, sonra keçirlər rü'yətə. Onlara görə Quran məcazla doludur. Yəni onlara görə, məsələn, Musa təyin edilən vaxtda gəldi və Allah onunla danışdı. Hətta başqa ayədə və kəlləməllahu Musa təklimə məf'ulül mutlaq ilə. Rəbbi onunla sözlə, kəlamla danışdı. Onlara görə yox, Allah ona danışmıyor. Bu məcazdır. Buna etiqad etməyin belə.
Və sonra Musa Rəbbindən istədi ki, Allahı görsün. Bu da qeyri-mümkündür. Yəni, onlara görə Quran qeyri-mümkün şeylərlə doludur. Və yaxşı, onların şübhəsi ki, lən tərani, yəni lən əbədiyyəti nəfi üçün gəlib, yəni hətta qiyamət günü də heç kəs onu görməyəcək. Bu, ərəb dilçiliyində yəni batil bir şeydir. Həmçinin Quranla. Məsələn, Bəqərə surəsi 95-ci ayədə Allah Subhanahu taala kafirlərdən danışanda, münafiqlərdən